İrana humanitar yük daşıyan Fövqəladə Hallar Nazirliyinə məxsus 3 yük avtomobili artıq Astara dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub və xatırladım ki, bu humanitar yüklər əsasən un, çay, düyü, şəkər tozu, su, eləcə də 2 tona yaxın dərman ləvazimatlarından ibarətdir və hazırda Azərbaycan sərhəddini keçməklə qarşı tərəfdə bu buraxılış məntəqəsindən İran ərazisinə daxil olacaq bu humanitar yüklər aidiyyatı üzrə gün ərzində də lazımi ünvana çatdırılacaq. Xatırladım ki, mart ayının 8-də ölkə prezidenti İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanla telefon danışıqları zamanı bu humanitar yüklərin İrana göndərilməsi ilə bağlı demək ki, razılıq əldə olunub. Bura Astara dövlət sərhədindən buraxılış məntəqəsinin sonuncu qapısı hesab olunur. Humanitar yüklər bu qapıdan keçməklə artıq İran ərazisinə daxil olmuş hesab olunur. Bu gecə Azərbaycan qərbidən Maku şəhərini çox vurublar, Tərbizi vurublar, Furuqqahların vurublar, Urmiyanın çox yerlərini vurublar, o sənayilərin vurublar, çoxlu yerlərin, Furuqqahların vurublar ki, işdən salsınlar. Azərbaycan ölkələrinə də yaxın gəlib müharibə, çox Urmiyanın, Tərbizin dövrələrindən də vururlar. Bu gecə də 2 dənə Culfa şəhərindən 2 yeri vurublar ki, naşinasdır, bilinmir hardan gəlib, hangi dövlətin ki vurubdur. Belət bir ölkədən gəlibdir, məlum nəhər İsrailin, Amerikanın ki bilinmir hangisidir. Onlar vuranlar bilinmirlər. Hansı obyektlər daha çox vurulubdur? Çox obyektlər Urmiyədə vurulubdur, Azərbaycan qərbində vurulub, İranın, Urmiyə şəhərini çox vurublar. Bu gecədə Tərbizdən vurublar, Culfadan da vurublar. İnsanlar arasında əhval-ruhiyyə necədir? Bax, bu müharibə ilə bağlı biz eşitdik ki, Təbrizdən daha çox kənar şəhərlərə gedirlər də. Necədir, son durum necədir, öz ailənizlə, yaxınlarınızla əlaqə saxlaya bilirsinizmi oraya? Şəhərlərdə böyük şəhərlər ki vardı, Tərbiz ola, Urmiyə ola, onlarda mərdum daşınır, biraz kətlərə, çöllərdə məsələn, onlar ki yerləri var, gedirlər, qalırlar, ta inşallah müharibə qutarsın, çox adamlar can əldən getməsin. İnşallah da tezliklə qutarar, bu müharibələr otura yerinə sülh olar da mərdumun arasında, dünyada. Çox uzanmaya. Ailənizlə necə əlaqə saxlaya bilirsinizmi? Ailələrdə elə hamısı nigaranladılar ki, yollar bağlanacaq, ölkələrlə irtibatımız olmayacaq, dəramədimiz kəsiləcəkdir. Bizim indi sürücüyük, azdan çoxdan buradan qazanırıq, ailəmizi geçindiririk. Bu sınır qapılar da bağlansa, biz elə məcburuq ayrış uğurlu başlayaq, ayrış başlayaq. Dəramət də ki, kəsiləcəkdir ayrı ölkələrlə. Neçə gündür evdən çıxmışsınız siz? Əlaqə saxlaya bilirsinizmi ailə üzvlərinizlə? Mən indi bu gün 20 günlük evdən çıxmışam. İrandan ki girdim bura, 3 gün İranda terminalda sıra çəkmişəm. 4 gün burada terminalda bəkləmişəm, ənbar olaq, yükümüzə baxsınlar. İndi gedib Rusiyadan, Moskvada mal boşaltmışam, Moskvadan da getmişəm. Düz indi bu gün 20 günlük evdən çıxmışam. Amma müharibədən əvvəl çıxmışsan da? Müharibədən qabaq çıxmışdım İrandan, bəli. Hazırda son vəziyyətdə xəbərim yox? Son vəziyyətdə İranda internet ki çalışmır eşi ilə, İrandan çox xəbərimiz yoxdur. Elə ailəmizlə, telefonla ancaq danışa bilmişik. Nə deyirlər, nə danışırlar doğmalar, ailə üzvləri? Sizin yaşadığınız əraziyə doğru gəlibmi müharibə? Gəlibdir, bizim elə ərazilərimizdə indi vardır, bizim furuqqahlardır, sənayilərdir, yekə-yekə fabrikalar vurulurlar. Bəzi İndoneziyalılar, Çinlilər, Pakistanlılar demək olar ki, bütün ölkə vətəndaşları artıq Tehrandan çıxdılar. Amma hələ də orada qalan az sayda insanlar var və biz onların harada yaşadığını öyrənməyə çalışırıq. Açığı vəziyyətin nə vaxt bitəcəyini bilmirəm. Çünki İran tərəfi bildirdi ki, hələlik heç bir atəşkəs və ya buna bənzər bir razılaşmanı qəbul etmirlər.
I'm from Nigeria, a student, based in Iran, a student. Mən Nigeriyadanam, tələbəyəm, İranda yaşayıram və Tehranda yerləşən Əhlibeyt Beynəlxalq Universitetində təhsil alıram. İrandan ayrılmağımızın səbəbi düşdüyümüz vəziyyətlə bağlıdır. Vəziyyət hər birimiz üçün çox çətindir, çünki müharibə var və biz orada uzun müddət qala bilməzdik. Buna görə də uşaqlarla birlikdə təhlükəsiz bir yer tapmaq məqsədi ilə Azərbaycana gəlmək qərarına gəldik. İranda hər hansı bir ərazinin bombardmanını öz gözünüzlə gördünüzmü? I've never seen. Açığı mən həyatımda belə şeylər görməmişəm. Bilirsiniz ki, digər Afrika ölkələri belə hadisələr çox yaşamayıb. Mənim üçün bu həyatımda ilk dəfədir ki, müharibə kimi bir vəziyyətli İranda yaşayıram. Bilirsiniz ki, İran bir neçə gün əvvəl Azərbaycan ərazisini hədəfə alıb. Bununla bağlı nə deyə bilərsiniz? Azərbaycan müharibə tərəfi deyil. Açığı mən bu məsələ ilə bağlı bir söz deyə bilmərəm, çünki mən diplomat deyiləm. Biz İran İslam Respublikasını tərk etdik. İranda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Bakıya doğru yoldayıq. İrandakı vəziyyətlə bağlı nə deyə bilərsiniz? Bilirsiniz ki, hücumların nə qədər davam edəcəyini bilmirik. Buna görə də təhlükəsiz bir ölkəyə getməyin daha yaxşı olacağını düşündük. Azərbaycan Respublikasına çox minnətdarıq ki, sərhəddə bizi çox yaxşı münasibət göstərildi. Zəruri olduğu müddət ərzində burada qalacağıq, amma ümid edirik ki, İranda döyüşlər və hücumlar tezliklə dayanacaq və biz yenidən Tehranda işləyə biləcəyik. Cənab səfir, bildiyiniz kimi İran bir neçə gün əvvəl Azərbaycan ərazisini hədəfə alıb. Bununla bağlı nə deyə bilərsiniz? Mən televiziyada eşitdiyimdən başqa heç nə deyə bilmərəm. Dedilər ki, bu məqsədli olmayıb. Yəni Naxçıvana hücum etmək istəmədiklərini və buna görə üzr istədiklərini bildirdilər. Bundan artıq heç nə deyə bilmərəm. Onlar dedilər ki, bu hücum İrandan gəlməyib. Mən televiziyada belə eşitmişəm və bu barədə əlavə fikrim yoxdur. Amma əlbəttə ki, qonşu ölkələrin ərazilərinə zərbə endirmək yaxşı hal deyil. İran isə bunu öz tərəfindən olmadığını deyir, hətta Prezident Pezeşkiyan bununla bağlı üzr istəyib. Tehranda hər hansı bir partlayış səsi eşitdinizmi? Mən onları eşitdim. Son günlər adətən gecə saat 2-3 radələrində oradaydıq və bombaların partlamasını eşidirdik. Həmçinin tüstünün qalxdığını da görürdük. Bugün səhərdən çıxarkən isə bir neçə evin yandığını gördük.